Ötən il 380.704 fermerə 362,5 milyon manat subsidiya ödənilib. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov 4-cü Agrobiznesin İnkişaf Forumunda bildirib ki, bu sadəcə rəqəm deyil, kənd həyatına, ailələrin rifahına, məhsuldarlığın artımına verilən dəstəkdir. 2024-cü ildə 9107 texnika üçün 80,8 milyon manat güzəşt vəsaiti ayrılıb. Həmçinin 5830 baş damazlıq heyvan üzrə 17,4 milyon manat güzəşt təqdim olunub. Forumda təqdim olunan mövzular yaşıl maliyyələşmə, aqro-maliyyələşmə həlləri, rəqəmsallaşma və dayanıqlıq mexanizmləri, ölkənin aqrar siyasətinin gələcək istiqamətlərini müəyyən edir. İl ərzində uğurlu fəaliyyət göstərmiş fermerlərimizin də mükafatlandırılması məhz bu Agrobiznes Forumu çərçivəsində ilk dəfə olaraq həyata keçirilir. Bundan sonraki illərdə də düşünürük ki, ənənəyə bunu da daxil etmiş olacağıq. Sahə üzrə problemlərin öyrənilməsi, çağırışların paylaşılması, gələcək perspektivlərin müzakirəsi çox əhəmiyyətlidir. Bu səbəbdən belə platformalar bu müzakirələrin formalaşa bilməsi üçün, müzakirələrin aparılması içindən ortaya çıxan yeniliklərin, yeni təkliflərin qiymətləndirilməsi üçün yaxşı imkanlardır.